Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahil emin. Habibi ilahina ve tabibi nüfusina Ebil Qasimil Mustafa Muhammed. Ve ala Aliyin emiril mu'minin ve ala Fatımet'iz Zahra ve ala'l Hasan ve'l Husayn ve Ali ibn'l Husayn ve Muhammed ibn Ali ve Cafer ibn Muhammed ve Musa ibn Cafer ve Ali ibn Musa ve Muhammed ibn Ali ve Ali ibn Muhammed ve'l Hasan ibn Ali ve'l Huccetil Qaimil Mehdi. Allahümme salli ala cemi'al enbiya ve'l mursalin ve'ş-şuhada ve's-siddiqin. Allahümme gfir lil mu'minina ve'l mu'minat ve'l muslimina ve'l muslimat el-ahya'i minhum ve'l envat. Usikum ve nefsi bi təqvallah. Sizə və özümə ilahi təqvaya riayət etməyi tövsiyə edirəm. Həzrət Fatimədən bir nurani hədis demək istəyirəm. Və sözümü elə tərcümə eləyib qısa şərhlə sözümü tamamlamaq istəyirəm. Həzrət Zəhradandır bu hədis. İbadətlərin və imanın fəlsəfəsi haqqındadır. Mən çox uzun uzadı danışmayacağım, elə deyirəm və tərcümə eləyib qısa izahla kifayətlənmək istəyirəm. Həzrət Zəhra buyurur ki, Cəalallah əl-iman tədhirən ləkum minəş-şirk. Buyurur ki, Allah imanı sizin üçün şirkdən təmizlənmə vasitəsi qərar verdi. Deyirlər ki, Allahın məhəbbəti bir oddur, ürəyə daxil oldusa, özündən başqa hər şeyi yandırır. Bir qəlbdə iki məhəbbət olmur. Yadınızdadırsa demişdim bu sözü sizə. Hədisin ərəbcəsini yadıma salmaq istəyirəm. Hubbullah və hubbud-dünya la yectemi'ani fi qəlbin əbəda. Yadıma düşdü. Allah məhəbbəti ilə dünya məhəbbəti heç zaman bir qəlbdə ola bilməz. Yəni, məsələn, 10% dünyanı sevirəm, 90% Allahı, belə olmur. 1% dünyanı sevirəm, 99% Allahı, belə olmur. Qəlb belə bir şeydir ki, ya Allahındır, ya dünyanın. Məsumların məhəbbəti belə deyil. Məsələn, İmam Hüseyni də sevirik, dünyanı da sevirik. Həzrət Əlini də sevirik, dünyanı ola bilər, az, çox. Amma Allah məhəbbəti belə deyil. Qəlb ya Allaha məxsusdur, ya dünyaya. Burada 1%, 5% söhbəti yoxdur. Buyurur ki, imanı Allah qərar verdi ki, şirkdən azad eləsin. Yəni, qəlbdə Allahdan qeyri nə var, onu çıxartsın. İman bu həddə çatdısa imandır. Bu həddə çatdısa imandır. Qəlb bütöv bir qabdır ki, bir şeylə dola bilər. Yarı-yarı dolmur. Yarı-yarı doldusa qarışır. Bir şeylə dola bilər. Ya Allah məhəbbəti ilə, ya dünya məhəbbəti ilə. Həzrət Zəhra buyurur ki, iman odur ki, yəni sizi şirk deyiləndə burada bütpərəstliyi təkdən nəzərdə tutulmur. Allaha şərik qoşduğun hər bir hədəfdən, məqsəddən, Allahdan qeyri hər şeydən təmizləyir. Bu bir. وَالسَّلَاتَ تَنْزِيهًا لَكُمْ مِنَ الْكِبْرِ. Allah namazı qərar verdi ki, sizi təkəbbürdən təmizləsin. Təkəbbürdən təmizlənmə elə hədəfə çatmaq deməkdir. Allahla bizim aramızda bir qalın hicab var, o təkəbbür hicabıdır. O hicab yarılmayana qədər bizim Allahla münacatımız, görüşümüz baş tutmur. Namaz hər gün Allahın əzəmətini bizə xatırladır və bizi təkəbbürdən azad edir. Yadınızdadırsa namaz haqqında mən danışmışdım. Namazın xülasəsini götürsək, namaz nədir? Bax, təkbirətül ehram, Allahu Ekber. Sonra rüküyə gedirsən, Subhanə Rabbiyəl azimi və bəhəmdi. Səcdəyə gedirsən, Subhanə Rabbiyəl ə'la və bihəmdi. Hər yerdə Allahın ucalığından danışırsan. Allah böyüdür, Allah ucadır, Allah əzəmətlidir. Yəni, onun böyülüyün içində məhv olmaqdır namaz. Namaz təkəbbürü qəlbdən tökməlidir. Torpağa alnığı qoymaqla, onun qarşısında təzim etməklə, onun əzəmətini dərk edirsən, özün kiçilirsən. Namaz bundan başqa bir şey deyil. Və bütün fəzilətlər də bunun içində gizlənir. Və zəkatə təzkiyətən lin-nəfs
və nimaən fir-rizq. Deyir, zəkata Allah niyə qərar verib? Zəkatla təzkiyə eyni kökdəndir, bilirsiniz. Zəkat təzkiyə sözünü eşitmişsiniz. Qəd əfləhə mən zəkkaha, özünü təmizləyən nicat tapdı. Təzkiyə sözü Quranda işlənib. Deyir, zəkatı Allah təzkiyə üçün qərar verdi. Sizi təmizləmək üçün qərar verdi. Və ruzuvuzun artması üçün qərar verdi. Biz elə bilirik ki, zəkat başqalarına yaxşılıq eləməkdir. Sən demə, zəkatın əsas xeyri bizim özümüzədir. Cəmaat bizim ümidimizə qalmayıb. Zəkat verəndə elə bilirik, böyük bir iş görmüşük. Hələ bir yaxşılıq elədiyimiz adama da dəqiqə başı xatırladırıq onu. Mən o vaxt sən birinci özvə elədin. Çünki zəkat sənin ürək bağladığın şeyi ürəyindən qopardıb başqasına verməyindir. Qəlbi təmizləyir bu cür. Dünya məhəbbətini necə qayçılamaq olar? Bağlandığın şeyi qopart ver. Lən tənalul bir, hətta tunfiqu mimma tuhibbun. Heç bir fəzilətə çatmayacaqsınız o vaxta qədər ki, sevdiyinizi Allah yolunda verməyəsiniz. Bəzi adamlar zirənlik eləyir. Bir şey işlədir, gözündən düşür. Deyir, da geymirəm, apar ver filan kəsə. Onun dəyəri yoxdur. Gözündən düşəndən sonra, da heç bir sənə maraq olmayandan sonra aparıb da küçəyə, onsuz da atacaqdın, götür. Bu ehsan yox. Lən tənalul bir hətta tunfiqu mimma tuhibbun. Nəyə ki, könül bağlamısan? Zirəng adamlar belə eləyir. Görür ki, nəyə könül bağlayıb? Onsuz da eləyən deyilsiz, elə belə danışıram. Nəyə könül bağlayıb? Onu aparır, verir başqasına. Məsələn, bir adam deyərsən dəlidir. Məsələn, bahalı bir maşın ola ona könül bağlayır. Apara hədiyyə eləyə başqasına. Belə adam görmürsünüz, görməyəcəksiniz. Quran deyir ki, bu insanlar, o insanlar ki, sevdiyini Allah yolunda verir. Bu insanın təmizlənməyinə gətirib çıxarır. Könül bağladığı şeylər, ürəyini bağladığı şeylər, verdiyin özvə qalır həqiqətən. Çox eşitmişsiniz bu hədisi. Kabab pişirmək fikrinə düşdülər Peyğəmbərlə sahabələr. Tez-tez də kabab yeməzdilər də. Heyvanı kəsib qoydular yerə, Peyğəmbər başladı bölməyə. Biraz kəsdətdən dedi, aparın, verin filan kəsə. Biraz kəsdi, dedi, verin filan kəsə. Gördü, elə verir hamısını. Bir dənə bud qaldı. Sahabələr dedi, ya Rəsulallah, bizə qalan elə bu oldu. Dedi, bizdən gedən bu oldu. Nə ki, verdik, bizə qalan oydu ki, verdik, bəxş elədik başqalarına, o qaldı bizə. Doğrudan da belədir, valla. Onsuz da bir şey tapıb insanlar yiyir. Amma ömrün ərzində nəyi vermirsən, valla o qalıb. Bunu başa düşmək üçün bir fəlsəfə açmağa ehtiyac yoxdur. Nəyi bəxş eləmirsən, gedizdir, bax, yetim uşaq yesin, ondan ləzzət al. Adamlıq budur, insanlıq budur. Nə qədər bu qarnımızı dolduracaq ki, nə vaxta qədər? Baxasan, görəsən ki, yiyir, paltarı yoxdur, geyinir, baxasan, şad olasan, insana məxsus sevinc budur. O bir sevinç heyvanlarda da var. Yiyir, sevinir. Otlayır, sevinir. Onun sevinci otlamağındadır. Biz axı ondan deyilik. Ondan deyilik biz. Bizim sevincimiz bundadır ki, birini geyindirək, yedizdirək, Allah üçün eləyək özdə. Çox sağ ol dedi, demədi, mənim qədrimi bildilər, bilmədilər, əlimin duzu yoxdur. Nə bilim, bu sözləri danışmayan insan. Eləyə Allah rizası üçün və mən sizə deyirdim, inanmırdınız. Xanım Zəhra deyir, bəlkə inanasınız. Deyir, Allah zəkatı qərar verdi ki, ruzunuzu artırsın. Yadınızda da deyirdim, keçən dəfə verdikcə artır. Mənə inanmırsaq, Həzrət Zəhraya inanın ki, verdikcə, ehsan etdikcə artır. Ruzu xərclənməklə azala bilməz. Düz xərclənməklə, israfla azalar. Yerində xərcləməklə bir adam kasıb olmayıb. Bir daha deyirəm, kasıb olubsa, get başqa şeylə səbəbini axtar. Bəlkə haqqı valideyn olub, kasıb olub, bəlkə qohumlarla əlaqəsini kasıb olub. Başqa səbəb xərcləməklə Allah yolunda, düz yerində xərcləməklə kasıb olacaqsa, insan onda yəni, Allahı tanımamışıq biz. Çünki o xəzinənin sahibidir. Deyir, verirəm sənə, apar çatdır ona. Yenə verəcəm. Bunu versən ona, mən sənə yenə növbəti dəfə artıq verəcəm. Onu da yenə çatdırsan, növbəti dəfə daha artıq verəcəm. Ortada indi başqa şeylər qarışmasa, müamilənin yolu budur. Allaha inanan adam belə yanaşır ki, onu verən odursa, mən də o istədiyi yerə sərf edirəmsə, niyə azalmalıdır? Xəzinəsi tükənəcək, xəzinə onun əlindədir.
Ondan sonra buyurur ki, və siyam təsbitən lil-ixlas. Bu da qəşəng sözdür. Buyurur ki, Allah orucu qərar verdi ki, ixlasınızı sabitləşdirsin. İxlas, yəni, ixlas bilirsiniz də nədir? İşin ancaq Allah üçün görülməsidir. İşin ancaq Allah üçün görülməsi və bu çox çətin işdir. Təsfiyyətul əməl əşəddü minəl əməl. Hədisdə var ki, əməlin təmiz olması, təmiz Allah üçün edilməsi, onun özünün edilməsindən daha çətindir. Əməldən çətin niyyətidir, yəni, sadə dillə deyək. Əməldən çətin əməli Allah üçün görməkdir. Az olsun, təmiz olsun prinsipi var burada. Xalis əməl hansıdır? Hədis dilindən deyim. Əl-əməlül xalis, əlləzi la turidu ən yəhmədəkə aleyhi əhədun illəllah əzzə və cəl. Xalis əməl odur ki, onu edərkən Allahdan başqa kimsənin səni tərifləməsini istəməyəsən. İndi baxaq görək, neçə dənə əməlimiz xalisdir. Bir dənə iş görürük, gözləyirik ki, biri desin, əhsən bərəkallah. Deməyəndə ruhdan düşürük, deyir, heç qədrimi bilmədilər. O əməl ki, onu edərkən ancaq istəyirsən Allah səni tərifləsin, başqa heç kəs. Mən keçən dəfə sizə demişdim, məsələn, bir adamın bir eybi olar, söz düşər, uşağın məsələn bir səhvi olar, xətası olar. Məsələn, bu gün 2 alıb dərsindən. Evdə söz dərsdən düşür, gündəlikdən düşür, bunun ürəyi döyünməyə başlayır ki, deyəcəklər gündəliyi gətir. Pis işinin üstü açılacaq. Hədislərdə təxminən belə deyilir, deyir, mömin bir yaxşı iş görüb, gizli, yaxşı iş görüb. Söz gəlir, düşür, qorxur ki, indi üstü açılacaq ki, bu işi mən görmüşəm. Bax, elə halda olur. Sözü tez dəyişir ki, gəlib bunun üstünə çıxmasın. Bax, bu xalis adamdır. Adam var, demir, amma arzulayır ki, kaş söz düşərdi, özləri başa düşərdi ki, mən eləmişəm. Adam var, özünü saxlamır, deyir. Məsələn, ömründə bir dəfə gecə namazı qılır, o zarafatca deyirlər, durdu, bilmədi necə desin, suyu çəkdi başına, dedi, bu gecə namazı susuzluq da gətirirmiş. Bu cür nədə, bilmədi, daha söz düşmədi, necə çatdırsın ki, bu dəfə durub namaz qılır. Adam var belə, adam da var, nəinki özü demir, gizlədir, hətta şübhə gəlib bunun üzərinə düşsə ki, məsələn, deyərlər, hə, bunu deyəsən filan kəs eləyib, ondan nigaran olur, tez sözü dəyişir ki, bilinməsin bu yaxşı işi mən görmüşəm. Özdə hətta sən qınansan belə, bax, maraqlısı budur, bir işi görürsən, cəmaat səni qınayır ki, sən o işi görmürsən. Məsələn, Həzrət Əli gecələr cəmaata yemək aparır, səhər cəmaat danışır ki, bu Əli xəlifə oldu, bundan bir xeyir görmədik. Amma bilmirlər o gətirir. O şəhid ailələri, atalarını itirmiş bəzi ailələr gileylənirlər Həzrət Əlidən ki, bir heç gəlib bizə baş çəkmir, bir kömək eləmir. Əli əleyhissalam gecələr yeməyə aparırdı, o sözləri eşidirdi, yenə də danışmırdı. Bax, bu hünərdir. Bir işi görəsən, səni görməməkdə ittiham eləsinlər, sən yenə danışmayasan. O Şeyx Abbas Quminin misalıdır. Deyir ki, atası danlayır ki, getdin o qədər mədrəsədə oxudun, bir xeyir dəymədi səndən. Bir fayda vermədin. Görsən, molla filan kəs hər gün oturur, axşam məsciddə axirət mənzillərindən danışır, maraqlı moizələr edir. Hər gün onu danlayır, hər gün. Bu da demir ona ki, o molla filan kəs oxuduğu kitab ki var, axirət mənzilləri, onu mən yazmışam. Onu demir. Hər gün danlayır, bu da başını aşağı salır, deyir, inşallah mən də oxuyaram, mən də. Dostlarına da deyir, icazə vermirəm deyəsiniz. Xalis əməl, bax, bu dərəcədə xalisdir ki, onun əksində səni ittiham etsələr, sən narahat olmayasan. Və bu hədis çox gözəl hədisdir. Buyurur ki, bir dəstə insan gələr qiyamət günü məhşər ayağına, onları sorğu-suala çəkməzlər, onların əməl dəftərini açarlar. Mələklər açar, baxar, görər ki, əməl dəftərindən nə savab yazılıb, nə günah. Mələklər deyir, ilahi, bu günah eləməyib başa düşdü. Bir dənə də iş əməl eləməyib, bunun əməl dəftəri safdır, tərtəmiz, ağabbaq. Buradan nə savab var, nə günah. Allah onlara cavab verər ki, bu o qədər xalis bəndə idi ki, o qədər məni sevirdi ki, istəmədi, hətta mələklər bunun əməlindən xəbərdar olsunlar. Bunun əməlinə ancaq özüm şahid olmuşam. Heç bir savabından heç kəsin xəbəri yoxdur. Mələklər heyrət içində baxar, bunlara deyərlər, daxil olun cənnətə. Mələklərdə sual yaranar, ilahi, bunları cənnətin harasına aparacaqsan, hansı yerinə? Allahdan nida gələr ki, onu da ondan başqa
ondan və məndən başqa heç kəs bilməz. Bir mən bilərəm, bir o bilər ki, o cənnətin harasında yerləşər. Heç bir müqərrəb mələk dərk eləyə bilməz ki, cənnətin harasında yer verəcəm ona. Oruc, bax, bu ixlasa çatdıra bilir adamı. Orucun ixlası bilirsiniz nədədir? Axı, insan xəlvətdə də olur. Xəlvətdə də olur. Cəmaat üçün oruç tutsa gizlində yeyər də. Gizlində gedər yeyər. Bir insan ki, bütün günü orucunu pozmur, bu onu nəyə göstərir? Bu onu göstərir ki, bu ixlasla. Orucun mahiyyəti ixlasdır. Oruc mahiyyətcə xalis əməldir. Çünki başqaları üçün olarsa əgər, o xəlvətdə gedər orucunu pozar, yeyər. Orucunu saxlayırsa, deməli, bu oruc Allah üçündür. Və axırıncı, vəl-həccə təşidən lid-din. Və Allah həcci qərar verib ki, sizin dininizi möhkəmləndirsin. Həcc çox böyük ibadətdir. Həcc haqqında keçmişdə danışmışıq. Həcc o qədər imanı gücləndirən bir ibadətdir ki, ömürdə bir dəfə düzgün yerinə yetirilsə, bəs eləyər insana. Ömrünün sonuna qədər həcc bəs eləyər insana. Yəni 5 günah, 10 günahla həccin nuru aradan getməz. Düzdür, üzdə deyirlər həccin nuru olar, o günahla gedər. Amma həccin bütün əldə etdiyin fəzilətlər 5-10 günahla aradan getməz. Həcc insanın imanını möhkəmləndirir, dinini möhkəmləndirir. O barədə ətraflı danışmaq istəmirəm. Bu Həzrət Zəhranın hədisi idi. Sizlərə bugünkü gündə, cümə günündə xanım Zəhra adından bir hədiyyə olsun. Allah bu sözlərə, eşitdiyimiz sözlərə bizi əməl edənlərdən qərar versin inşallah. Allahümmə inna nəsəlükə və nəd'uk bismikəl azimil əzəm, əl-əəzzil əcəllil əkrəm. Və bil-Hüseyni ya Allah, 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 ya Allah. İlahi, əllərimizi naumid qaytarma. Amin deyən dilləri lal öldürmə. İlahi, bağışlamamış bizi qəbr evinə aparma. İlahi, şəri olan həcətlərimizi rəva edə. Ramazan ayının qarşıdan gələn Ramazan ayının feyzindən bizi bir nəsib edə. Hər günündə oruç tutmağa bizi müvəffəq edə. Nasıl dua edənlərin, dua istəyənlərin hamısının hacətlərini rəva edə. Bütün xəstələrə, nəzərdə olan xəstələrə şəfa mərhəmət elə. Ölənlərimizə rəhmət, qalanlarımıza haqqa hidayət elə. İzzətin xatirinə izzətimizi əlimizdən alma. Bu məclisdə iştirak edənlərin hər nə dərdləri var, hər nə hacətləri var, öz qüdrətli əlindən həll elə. Bütün xəstələrə, nəzərdə olan xəstələrə şəfa mərhəmət elə. İşğal altında olan Qarabağımızı azad eləməkdə bizə kömək elə. Bu torpaqların azadlığı uğrunda canından keçən şəhidlərimizi Kərbəla şəhidləri ilə məşhur elə. Torpaqlarımızı qoruyan əsgərlərimizi, zabitlərimizi Allah gəlməyən bəlalardan hifz elə. Dünyanın hər yerində Azərbaycanımızın bayrağını uca elə. Bizi bundan artıq bir-birimizə mehriban elə. İmam Zaman ağanın zuhurunu tez elə. Əuzu billahi minəşşeytanirracim.